sizi hoş gördük. Bugün Eğitim Günü'nün taliplərinin təqdim olunması mərasimindəyik və biz ilk növbədə Bakı Neft Talim Məktəbinə yaratmış olduğu şəraitə görə sonsuz təşəkkürlərimizi bildiririk. Çünki bu geniş salonda olmaq həm valideynləri qürurlandırdı, həm bizi sevindirdi. Çünki valideynlər övladlarının medal alma mərasimini izləyə bilirlər. Və bu şəraiti yarattığına görə təşəkkürlərimizi bildiririk şəxsən Bakı Ali Neft Məktəbinə. Xüsusilə vurğulayım ki, medallarını əldə edən şagirdlərimiz və valideynlər istədikləri zaman buraya gedə bilərlər və həmçinin çıxışın sağ tərəfində xüsusi böyük bir banner qurulub, yəni foto üçün köşə qurulub. Orada gözəl şəkillər çəkdirə bilərsiniz. Bu məlumatı da diqqətinizə çatdırım. Və mən böyük məmnuniyyətlə istəyərdim ki, bugün təqdim olunacaq mərasimdən əvvəl onu vurğulayım ki, 2025-ci ildəyik və bilirsiniz ki, artıq 5 ildir ki, biz qələbəmizi qeyd edirik. Hər bir məqamda biz fürsət tapıb qələbəmizlə, zəfərlə bağlı öz sevincimizi bölüşürük. Təkcə Azərbaycanda deyil, dünyanın hər hansı bir ölkəsində Azərbaycanlı yemləyən varsa, biz hər birimiz Azərbaycanımızla qələbəmiz rəqsət edirik. Ali Baş Komandanımız başda olmaqla Azərbaycan